Ben qul evrəsi insanlara bizə xidmət edən. Mənə haqsızlıq olundu. Bu bağlı prokuror olundu. Üstüne deyilən mənə bu ölmə kimi gücü bana tutmuşum. 4 dəfə düşüb üstüme. Prokurora yaxınlaşıram. Prokuror deyir, ayağımı soğacam sənə. Anam şəhid yazıb ki, oğlumun haqları taplanır. Prezident aparatı yazıb, baş prokurora yazıb. Yani indi mənə üstündə düşübəysən deyim, şikayət yazımsan, deyirəm, məni şərəfsiz, oğraş, biqiriyə. Nələr deyilmir də, mənə yəni təhqir olunmuşum. Nə oldu Paşilyan? Deyirəm, mən düşmən deyiləm də, mən desələr ki, mən aprel döyüşləri, böyük vətən müharibət döyüşlərində ikisini iştirak eləmişəm. Qardaşım qazidir, özüm də yaralanmışam. Deyirəm ki, qardaşım qazidir, neyim ki, mənim üçün qazidir. Mənim üçün döyüşmür, özünün döyüşür. Mənə maraqlıdır, yenə qazilərimizi təhqir olunur. Formam təhqir olunur. Adət olan qurumlar, Allah hamd olsun, həyatım təhlükədədir mənim. Ya özümə qəsd eləmək istəyirəm belə. O bir verəcək deyim ki, özümə belə qəsd eləmək istəyirəm.